Bu ölkədə qeyri-legal işləmək risklidir. Çünki işə götürənlər üçün cərimə 1500 avro, işçiyə isə 10 il müddətinə ölkədən deportasiya cəzası nəzərdə tutulur. Ölkənin rəsmi dili estoncadır, lakin burada əhali rusca, ingiliscə və alman dilində də danışır. Estoniya dünyada ən yüksək oxuma yazma göstəricilərinə malik ölkələrdən biridir. Texnologiya sahəsində işləmək üçün ideal şərait var. Uber sürücülüyü və ya part-time işlərlə əlavə gəlir əldə etmək də mümkündür. Estoniya texnologiya sahəsində inkişaf etmiş və həyat səviyyəsi yüksək olan bir ölkədir. Burada yaşamaq çətin deyil və uyğunlaşan biri üçün olduqca rahat ola bilər. Dini baxımdan isə əhalinin düz 80%-i heç bir inanca qəti şəkildə inanmır. Bu baxımdan Estoniya dünya üzrə faiz nisbətinə görə ən yüksək ateist əhaliyə sahib ölkədir. İnancsızlıq baxımından Estoniyanı Çexiya və İsveç kimi ölkələr izləyir. Estonların cəmi 16%-i Tanrının varlığını qəbul edir. Hətta ölkəyə dindar kimi gedib, ateist kimi çıxdıqları barədə zarafatlar da var. Məsələn, xristianlığı yüzillər əvvəl qəbul etmələrinə baxmayaraq, onu tam mənimsəməmələri də olduqca maraqlıdır. Ölkədə xristianlığı qəbul edənlər Lüteran məzhəbinə, rus əsilli azlıqlar isə pravoslav inancına mənsubdur. Əhalisi cəmi 2-3 min nəfər olan Tatar və Azərbaycan əsilli icmalar isə İslam dinini qəbul ediblər. Ümumiyyətlə, Estoniyada saat 20:00-dan sonra küçələr sakit və boş olur. Amma bu təhlükəsizlik baxımından sizdə mənfi təəssürat yaratmasın. Çünki Estoniya cinayətlərin ən az görüldüyü Avropa ölkələrindən biridir. Gecə həyatı üçün ölkədə çoxsaylı bar və klublar var.